Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan Muxtar Respublikası xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş, qoç heykəllərlə zəngindir. Gəmiqaya daşları üzərində yazılmış piktoqrafik yazılar, arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri, daş alətlər, monoxrom və polixrom boyalı gildən hazırlanmış saxsı qablar bunu bir daha təsdiqləyir. Naxçıvanın minillik tarixinin şahidi olan Gəmiqaya abidəsi daha çox qayaüstü rəsmlərlə diqqəti cəlb edir. Xalqımızın tarixi keçmişinin öyrənilməsi baxımından Gəmiqayanın çox əhəmiyyətli abidə olduğunu vurğulayan ümummilli liderimiz Heydər Əliyev deyirdi. Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir. O, bizim böyük sərvətimizdir. Orada qədim insanların qoyduğu izlər var. Bu, Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Ordubad rayonunun ərazisində yerləşən Gəmiqaya dünyanın ən qədim insan məskənlərindən sayılır. Bu abidə rayonun Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşir. Daşlar üzərində yazılmış piktoqrafik yazılar Qaranquş, Gamşölən, Nəbiyurdu və Qızgəlin çuxur yaylıqlarında qeydə alınıb. Gəmiqaya yaylağı bir neçə bölgədən ibarətdir. Bunun birinci bölgəsi, əsas bölgələrindən biri bacalardır. Bacalar, göllər, yenə qayaüstü rəsmlərinin ikinci ən çox yayıldığı Qaranquş yaylağı, Nuh Nəbi yurdu, Nazağa və Qızgəlin çuxuru. Dediyim o 5 bölgənin 5-i də Qapıcıq zirvəsinin qərb tərəfindədir. Şimali-qərb və qərb tərəfində yerləşir. Yeganə bölgə Qızgəlin çuxurudur ki, onun cənubundadır. Qapıcıq, hal-hazırda biz Qapıcıq zirvəsinin tam cənubundayıq. Bu ərazinin geoloji yaranma tarixinə nəzər salsaq, bu ərazi, yəni Dərələr, Zəngəzur dağları, bütün Kiçik Qafqaz, ümumiyyətlə Qafqaz dağları ilə eyni vaxtda yaranmış bir geoloji prosesdir. Bu prosesin yaranmasında əsasən Ərəbistan plitəsinin şimala doğru hərəkət eləməsi nəticəsində Avrasiya plitəsi ilə rastlaşır və bunlar rastlaşanda orada qalxmalar yaranır. Vulkanik və tektonik proseslər baş verir burada və bu zaman Alp-Himalay qırışıqlığı yaranır və Zəngəzur Dərələr dağlarda həmin o Alp-Himalay qırışıqlığının nəticəsində yaranmışdır. Yəni son dövrdə ən böyük baş verən geoloji prosesdir. Bu bölgə qayaüstü rəsmlərin ən çox kompakt şəkildə çəkildiyi yerlərdən biridir. Burada 731 daşın üzərində hardasa 3637 rəsm 2016-cı ildə qeydiyyata almışıq və kitabda bunu göstərmişik. Üçüncü və dördüncü dövr buzlaşması izləri var burada. Çünki bax bu gördüyümüz bu qayaüstü rəsmlərin yerləşdiyi bu qayaların hamısının üzərində olan bu qat, hamarlaşma o dövrdə buzlağın hərəkəti nəticəsində həmin ərazidə o suxurları hamarlaması, sürtüb hamarlaması nəticəsində bu cür hamar qayalıqlara rast gəlinir.
Bunların üzərində olan bu qara rənglər, onun yaranması bir kimyavi prosesdir. Yəni bu qayalar öz tərkibində olan suyu tədricən səthə qaldırır və oradan buxarlandırır və buxarlananda burada dəmir və manqaz oksidləri bunun üzərində toplanır. Günəş şüaların, güclü günəş şüalarının təsiri nəticəsində burada tünc qəhvəyi və qara rənglərdə olan həmin üzərində səth yaranır. Və bu səthin nəticəsində insanlar o dövrdə bu asan cızıldığı üçün, yəni asan döyüldüyü üçün bərk kristallardan və yaxud da ki, dəmir qırıntıları ilə həmin bu qaya üstündə olan bu rəsmləri cızmışlar. Uzun illər tarixin sirlərini özündə gizlədən Gəmqaya abidələrinin tədqiqinə 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanılıb. Tədqiqat işlərinə başlanandan sonra bir sıra elmi materiallar çap olunub. Təəssüflər olsun ki, 70-ci illərdən xalqımızın milli özünü dərki, tariximizin və mədəniyyətimizin araşdırılması sayəsində həyata keçirilən bir çox taliyüklü tədbirlər kimi Gəmqaya abidələrinin tədqiqi sayəsində aparılan işlər də unudulmağa başlanılıb. Gəmqaya qayaüstü rəsmləri əsasən 60-cı illərin əvvəllərindən bilinibdir, geoloqlar tərəfindən bilinib, amma 68-70-ci ildə Akademiya, Azərbaycan Milli Elmlər Akademiyası, o vaxtı Azərbaycan SSR Milli Elmlər Akademiyası gedirdi. Xüsusi qərar veriblər ki, Gəmqaya abidələrinin öyrənilməsi, onun haqqında film çəkilməsi, kitabların nəşr olunması bu çox uzun sürə çəkdi. Məsələn, ən ilk kitab, Gəmqaya haqqında ilk kitab 93-cü ildə Vəli Əliyevin Gəmqaya kitabı oldu. Müstəqilliyimizin bərpasından sonraki dövrdə Muxtar Respublikanın tarix və mədəniyyət abidələrinin qorunması və bərpası yönündə bir sıra addımlar atılıb, Gəmqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb, Gəmqaya tarix, bədii qoruğu yaradılıb. 2005-ci ildən Gəmqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib və Gəmqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanılıb. 2013-cü ildə Gəmqaya tarix bədii qoruğu və muzey üçün bina istifadəyə verilib. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qaya üstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın tarixinə aid elmi simpoziyumların materialları toplanıb. Ümumiyyətlə, Gəmqaya xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün olduqca zəngin, dəyərli mənbədir. ...2001-ci ilin yayı ilə başlayaraq Naxçıvanda, Gəmqayada tədqiqatlar başladı. 2002-ci ildə Vəli Əliyevin başçılığı ilə, 2005-ci ildə Gəmqayada iyun ayında beynəlxalq ekspedisiya oldu və sonradan o ekspedisiyalardan sonra Gəmqaya marağı artdı. Nəhayət 2016-cı ildə Gəmqaya abidələrinin tam öyrənilməsi, yəni tam pasportlaşdırılması üçün ekspedisiya yaratdılar. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və orta əsrlərə aid qayaüstü təsvirlərlə zəngindir. Gəmqayadakı iki təbii göl, Göygöl və Qazangöl də daxil olmaqla, ərazidəki bütün yaylaq, çeşmə, bulaq, dərə və təpələrin adları qədim türk tayfaları ilə bağlıdır. Araşdırmalara görə ərazidə qeydə alınan 100-dən artıq toponim Naxçıvan, 70-ə yaxını isə Zəngəzur ərazisindədir. Bu ərazilərin geoloji quruluşu da çox maraqlıdır və dağ əmələ gəlmə prosesi qədim dövrlərə dayanır. Gəmqayanın özü müqəddəs yerdir. Yəni Nuh tufanı ilə bağlıdır. Bayaqki Qapıcıq zirvəsi dediyim, Bacalar dediyim, Qaranquş dediyim elə bu Nuh tufanı ilə birbaşa bağlıdır. Çünki tufan yatanda o qapı, göydən açılan qapı Qapıcıq zirvəsi idi.
Həmin o bacalar da insanların su çəkildikcə o bacalara yenməsi, qaranquşa gəlməsi, burada Nəsirvaza, Nürgütə, ondan sonra Nurgədi kəndinə, Nührəmə, necə deyirlər, toponimlərin çoxunu, Nəhəcir, Nuxçıxanın özü. Bax, bu toponimlərdə tədricən onunla yaranmış bir yerlərdir. Nuhnəvi yurdunun özü də Gəmqayada Nutfanı ilə bağlıdır. Ərazinin özəllikləri ondan ibarətdir ki, Ərəbistan plitəsi Avrasiya ilə birləşəndən sonra burada vaxtı ilə olmuş Tetis dənizi okeanla əlaqəsi kəsilir. Okeanla əlaqəsi kəsildiyinə görə burada başlayıb quraqlaşma yaranmağa. Yəni, dənizlər getdikcə quruyur və bu quruduqda bura kontinentallıq yaranır. Yəni, bu gördüyümüz dağlar vaxtı ilə rütubətli ağaçlarla, bitkilərlə zəngin olduğu halda sonra da artıq burada kontinentallaşma başlayır. Sonralar bu ərazidə 3-cü və 4-cü buzlaşma dövrü başlayır. Bizim dediyimiz deməli bacalar niyə deyirəm? Çünki yuxarı baca və aşağı baca var. Yuxarı bacada qayaüstü təsvir yoxdur. Yuxarı baca katlavana düşür. Qapıcığın arxasındakı katlavana düşür. Katlavana düşdüyünə görə orada qayaüstü rəsmi yoxdur. Yəqin ki, oranın qarı çox gecərir, həm də vaxtilə ora buzlaq olur. O hissədə yoxdur. Aşağı bacada bir neçə qayaüstü rəsm var. Bu qayaüstü rəsmlərdən birində Nuhun gəmisinin dayandığı, qaranquşun buraxdığı, tufanın yatması və sudan çıxan həmin dövrü. 3 dənə zirvənin, Qapıcıq zirvəsinin, bir də 2 Ağrı dağın zirvəsi təsvir olunur. Araz çayının yatağında da tufanın yatması təsvir olunubdur. Gəmiqaya rəsmləri Azərbaycanın qədim tarixinin, maddi və mənəvi mədəniyyətinin, incəsənətinin, eyni zamanda xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün olduqca zəngin, dəyərli mənbə hesab olunur. Qızgəlin çuxuru adlanan ərazidə demək olar ki, hər addımda daşların üzərində müxtəlif heyvan və astronomik təsvirlərə rast gəlmək mümkündür. Qızgəlin çuxuru adlanan yerin adının yaranması haqqında isə bu gün də fərqli rəvayətlər söylənir. Bu bölgədə teşəkkilli təsvirlər də var. Məsələn, bugün deyək ki, Urfada tapılan Göbəli təpədəki T daşları, teşəkkilli daşların burada təsviri var. T təsvirləri də çoxdur. Qızgəlin çuxurunun adına gəldikdə, Qızgəlin çuxuru çoxları buranın, qızların, gəlinlərin yay vaxtı ən çox yığışdığı, şənlik olduğu yerlərdən biri kimi, qızların, gəlinlərin yaylaq yeri kimi təsəvvür edirlər. Amma Qızgəlin çuxuru adı bir gəlinin adından götürülür. Oğlan qızı qaçırır bu yurda. Bu yurda onların gecə toyun eləyirlər. Toyun eləyəndə həmin qızı istəyən o biri yurtlardan oğlan var imiş. O gəlib həmin gecə oğlanı öldürür. Və həmin oğlanın deyilənə görə burada kromlek var. Həmin kromlekdə dəfn olunubdur. Qız ailəsinə qayıtmır. Ömrü boyu oğlan ailəsində qalır və bu yurdun adı da Qızgəlin çuxuru yurdu adı da o qızın adından götürülür. Sonra həmişə o qız hər yay gəlib burada mal heyvan saxlayıb. Qız da vəfat edəndə onun yanında kiçik bir kromlek. Yəni qızı da onun yanında dəfn ediblər. Hər ikisi burada var və o kromleklərin yanında müəyyən qəbirlər də var. Yerləri, izləri göstərir. Geoloji bir baxımdan baxsaq, vaxtilə insanlar hündürlüklərdə yaşayıblar. Sonra düzənliklərə köçüblər. Yəni, əvvəlcə heyvandarlıqla məşğul olublar əksəriyyəti. Sonra əkinçiliyə çevrilir. Bu da dənizlərin reqressiya, transqressiya nəticəsində, suyun artması nəticəsində burada əhali onun ətrafında məskunlaşır. Getdikcə əhali dəniz çəkildikcə demək, düzənliyə doğru hərəkət ediblər və orada artıq onlar həm heyvandarlıqla, həm də əkinçiliklə məşğul olublar. Buradakı rəsmlər digər yerdəki rəsmlərdən həyatın dinamikliyi ilə fərqlənir. Burada heyvan təsvirləri, məsələn, deyək ki, qaranquşda ən çox keçi təsvirləri, maral təsvirlərinə, digər heyvan təsvirlərinə, quş təsvirlərinə çox rast gəliriksə, bu bölgədə artıq
bəbir təsvirlərinə, öküz təsvirlərinə, ondan sonra digər mifoloji obrazlara, elə heyvan təsvirləri var ki, onu heç bir real heyvanla oxşada bilmirsən. O cümlədən keçi təsvirlərində ən çox elə ki, sxematik keçi təsvirlərinin təsvir olunduğu yerlərdən biridir. Buradakı təsvirlər sxematikləşdirilibdir, stilizə edilmiş formadadır. Bəziləri üçbucaq formasında sonsuzluq işarəsi, iki üçbucağın sonsuzluq işarəsində və 8-ə oxşayan sonsuzluq işarəsi formasında olan heyvan təsvirləri də çoxdur. Gəmiqaya rəsmləri Azərbaycan folklorunun minilliklər öncəyə, Tunc dövrünə bağlandığını əyani sürətdə nümayiş etdirməklə yanaşı, etnogenez tariximizin tədqiqi üçün tutarlı faktlar verir. Sujet kompozisiya mürəkkəbliyi ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə ovçu, maldar və əkinçi tayfaların təsərrüfat həyatına əsr olunub. Gəmiqaya qayaüstü təsvirləri içərisində bayram mərasimlərini əks etdirən rəsmlərlə yanaşı, müxtəlif astronomik və coğrafi təsvirli rəsmlər də var. Bu daşların üzərində təkcə heyvan təsvirləri deyil. Daşların üzərində çoxlu astral təsəvvürlər, ondan sonra müxtəlif mərasimlərin keçirilməsi, heyvanların əhləşdirilməsi. Məsələn, yuxarı göllərdə bir təsvir var. Maralın başına deməli kəndir keçirir, insan aparır. Yəni bu heyvanın əhləşdirilməsidir. Uzun müddət hesab edirdilər ki, Naxçıvanda heç maral yaşamayıb, amma son illər Kültəpədə aparılan tədqiqatlarda bir yerdən 50-dən yuxarı maral başı çıxdı. Yəni buynuzları, başının qalıqları da üstündə olan maral buynuzları çıxdı. Bu onu göstərir ki, burada vaxtilə necə ki, Sibirdə yaşayan türklər maralçılıqla məşğul olur. Bu təsvir onu sübut edir ki, burada da maralçılıq təsərrüfatı ilə məşğul olublar. Yay aylarında bu yaylaqlara gətiriblər. Burada astral demək olar ki, rəsmlər üstünlük təşkil edir. Yəni bəzi yerlərdə, yəni ümumiyyətlə çox götürə bilmərik. Bəzi yerlərdə bu müşahidə olunur. Əsasən burada günəş saatı rəsmi çəkilir. Ondan sonra skafandrlı insanların şəkilləri çəkilir. Bu da onun bir nəticəsidir ki, o dövrlərdə insanların inancları fərqli olub. Fərqli inanclı insanlar olub. O fərqli insanlar əsasən tutaq ki, səmaya daha yaxın olmaq, Allaha yaxın olmaq kimi qəbul olunub. Burada 3 müqəddəs pir var. Bu pirlərin biri Bibqətəl piridir. Bibqətəl piri hardasa bizdən sağ tərəfdə, cənubu-qərb tərəfdə başqa bir silsilənin, Tibi kəndinin üstündə, Ağdərə kəndinin üstündəki eyni zamanda Parağa çayının arasında olan dağın üzərində yerləşir. Bibqətəl piri, Süsəfən piri və Qara pir. Bu üç pirin üçü də ən müqəddəs yerlərdən biridir və vaxtilə bunlar yaxın ərazidə yaşayan və kənardan ona pənah gətirən, o pirləri sitayiş edən, xəstələrin sağaldığına inanan, dərdlərindən əlac üçün o pirləri ziyarət ediblər. Hətta iyun ayının 21-də, hər il iyun ayının 20-də Süsəfən pirində əməli başlı tədbir keçirirmişlər. Gəlirmişlər, gecələr qaranquş aylağında qalırmışlar. Səhər tezdən durub atların minib gedərmişlər həmin pirə. Qayıdıb gələndən sonra bulaqlardan bir-birlərinin üzərinə su döşərmişlər. Qaranquş yaylasında mövcud olan qəbirlər daş qutu tiplidir. Tədqiqatlar zamanı dağıdılmış qəbirlərin birindən Kür Araz mədəniyyətinə aid saxsı məlumatları tapılıb. Araşdırmalar zamanı nekropolda həmçinin Dəmir dövrünə aid qəbirlər aşkar olunub. Dəmir dövrünə aid olan qəbir abidəsi qaya parçalarından dördkünc formada hazırlanıb və üzəri ağır sal daşlarla örtülüb. Tədqiqatçılar nekropolu tikinti texnikasına və quruluşuna görə eradan əvvəl 4-cü, 1-ci minilliklərə aid edirlər. Gördüyünüz bu ərazidə 100-dən artıq qəbir var. Gəmiqaya nekropolu deyilir. Adı Babək qəbirstanı. Burada 2005-ci ildə bir qəbir açıldı. Yəni qəbrin dəfn üslubunu öyrənmək istəyirdilər
çox müsəlman qəbri, sonrakı dövrə aiddir. Amma ondan əvvələr təpənin üstündə, bax bu təpənin üstündə qədim qəbirlər var. Nekropollar, gördüm, kromlek var. Bunların özü göstərir ki, sübut edir ki, burada qədimdə yaşayış olub. Düzdür, buranın yaşayışı təbii ki, mövsümü xarakter daşıyır. Əvvəllər çox vaxtı yaylaqlar hansısa bir tayfanın adı ilə bağlı olurdu. Dəfn olunanları, ölənləri, hətta qışda belə ölənləri çalışırdılar ki, onun qalıqlarını sərdəbələrdə saxlayırdılar, qəbristanlıqlarda. Yayda gətirib həmin ərazidə dəfn edirdilər. Bu qəbristanlığın burada olması, buradakı o tayfaların, yaşayan tayfaların bura müvəqqəti baxmayıblar da, belə deyək, yaylaq yer olsa da, müvəqqəti gəlib məskunlaşsalar da yay fəslində, görsənir ki, bura bağlılıqları çox olur. Yəni, ölən insanı, yaylaqda ölən insanı aparıb aranda dəfn edə bilərdilər. Burada dəfn eləməkləri, bura ilə bağlaşmaları, buranın yurt yerlərini salması ilə əlaqədardır. Onu da vurğulamaq yerinə düşər ki, Gəmiqayadakı qayaüstü rəsmlərin mühafizə vəziyyətini gücləndirmək və rəsmlərin qeydiyyatını dəqiqləşdirmək məqsədi ilə 2016-cı ilin avqust ayında Gəmiqaya ekspedisiyası yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mütəxəssislərindən ibarət heyətdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Naxçıvan Televiziyasının əməkdaşları da ekspedisiyada iştirak edib. Ekspedisiya üzvləri qayaüstü rəsmlərin 136 hektar ərazidə olduğunu müəyyənləşdirib, aşağı baca göllər, Qaranquş, Nazağa, Nuhnəbi yurdu və Qızgəlin çuxuru bölgələr üzrə 2040 daş üzərində 7422 təsvir qeydə alıblar. Bir ay bütün bu 6 bölgədə olan o 7422 qayaüstü rəsmi qeydiyyata aldıq. Və onların haqqında 3 dildə Gəmiqaya abidələri adında Azərbaycan, Rus və İngilis dillərində kitab çap elədik. Və o kitab da 2021-ci ildə dövlət mükafatı, Naxçıvan Muxtar Respublika mükafatına layiq görüldü. Niyə bu həyata keçirildi bu ekspedisiya? Yayın yalnız 2 ayında, bəzən uzağı 3 ayında, yəni sentyabrın əvvəllərində qar yağır. Əsasən iyun-avqust aylarında buranın qarı əriyir, açılır. Yəni, əgər biz böyük göllər deyilən yer var, böyük göllərin yuxarısına çıxsaq, görəsiz ki, orada çox qayaüstü rəsmlər qarın altındadır. Yəni, tam açılması üçün avqust ayını gözlədik. Avqust ayından sentyabra qədər biz o işlərin hamısını yekunlaşdıra bildik ki, tədqiqatçıların əllərində material olsun. Evdə rahatça oturub bu materialı işləyə bilsinlər. Burada çox maraqlı təsvirlər var, tədqiqatçılarını gözləyir. Elə biləm, o kitabın çap olunmasında əsas məqsədlərdən biri hər bir qayaüstü rəsmin, hər bir daş üzərində olan rəsmin həm elə ki, üzərində hansı təsvirlər var, bir balaca da semantikası verilir. Amma onun o ideoloji baxımdan, siyasi baxımdan, ondan sonra astral baxımından, digər baxımından sirri açılmır. Yəni, bunu açmaq üçün böyük bir akademiya lazımdır ki, bu sirləri açsın ki, gələcəkdə insanlar o kitab qarşısında qoyub bu məsələləri evində oturaraq həll edə bilsin. Ulu babalarımıza məxsus bu incəsənət əsərindəki qaya təsvirləri içərisində insan, maral, öküz, quş, it, aslan, ov səhnələrini əks etdirən təsvirlər sırf qədim türk mifologiyası ilə bağlıdır. Ümumiyyətlə, Gəmiqaya abidəsi əcdadlarımızın dini, ideoloji, mifoloji görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Qaranquş yaylağı ilə göllər bitişikdir. Göllər də 3 hissədən ibarətdir. Aşağı göllər, orta göllər, yuxarı göllər. Qaranquş da 2 hissədən ibarətdir. Bir yolun üstü, bir də yolun altı. Yəni, orada əslində belə götürəndə 5 bölgədir. Onlar bir-birə, onların sərhəddi yoxdur, qarışıqdır bir-birinə. Və burada da keçi, maral, öküz, insan təsvirləri, ov səhnələri, ilan təsvirləri, bəzi yerlərdə isə coğrafi təsvirlər var. Yəni, onlara yol təsvirləri, bəlkə də Elat yolunun, köç yolunun xəritələri təsvir olunur. Elə durduğumuzun yeri
özü bir köç yoludur. Keçmişdə insanlar dərələrlə ən yaxın məsafədən köç edərmişlər. Yaylaqlara qalxanda indi biz elə böyük bir Parğaçaydan keçən, gəlib Nəsirvazdan, oradan Göygöldən gedən böyük bir köç yolunun üstündədir. Elə bu obanın özü də bir köç yolunun üstündədir. Bax, bunların hamısı o qayaların üzərində təsvir olunubdur. 5000-dən çox daşların üzərində yazılmış bu rəsmlər onların fikirlərini ifadə edir, onların duyğularını ifadə edir, onların yaşayış tərzlərini ifadə edir. Və bunlar da əsas götürərək bunlar üzərində güclü tədqiqatlar aparılması mən belə düşünürəm ki, lazımdır və vacibdir. Hər bir bölgənin oxşarlığı çoxdur, stil oxşarlığı idi. Yəni, keçilər eyni stildə təsvir olunur, marallar eyni stildə təsvir olunur. Və bu təsvirlərin biz kökünü, deməli, eradan əvvəl 5-ci minilliyə aid olan Ovçular Təpəsindən tapılmış qabların üzərində qabarmış şəkildə görür, eyni stildədir. Və sonraki dövrdə deməli, şax taxtından tapılan qablar üzərində tamamilə başqa keçid təsvirləridir. Bunlar da gedir haradan? Eradan əvvəl 2-ci minilliyə, Tunç dövrünə, Eneolit və Tunç dövrünə qədər gedir, uzanır. Amma mənim fikrimcə, xüsusilə də bu Qızgəlin çuxurunda olan rəsmlərin tarixi daha qədimə gedir. Yəni, bunların birisi o qayaüstü rəsmlərin izlərini analiz eləmək çox çətindir, dövrünü tarixləndirmək çox çətindir. Ancaq bunlar bir arxeoloji materialla, o Ovçular Təpəsindən tapılan o qablar üzərindəki bu material eyni stildə olması elə sübut elədir ki, bu ən azı 5000 eradan əvvəl 5-ci minillik, 7000 il bundan qabaqdır. Qeyd etmək yerinə düşər ki, Parisdə UNESCO-nun baş qərargahında keçirilən Dünya İrsi Komitəsinin 47-ci sessiyasında Naxçıvandan Gəmiqaya və Göygöl tarixi mədəni və təbii kompleksi də UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilib. Bu tarixi hadisə ölkəmizin tarixi zənginliklərinin dünya miqyasında qəbul olunmasının nəticəsidir. Xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi, qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Sujet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə əsr olunub. Ona görə də xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarixi və təsvir sənət nümunələri kimi bundan sonra da tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verəcək.